Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, o həbsdə xəstəlik səbəbindən ölüb. Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi. O 2023-cü ilin dekabr ayından həbsdə saxlanılırdı. İlqar Əliyev əvvəllər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətində İnformasiya Texnologiyaları Departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm də kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.